Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb, biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və dağılmış vəziyyətdə Füzuli şəhərini görəndə adamın ürəyi ağrıyır. Nə günə salıblar vəhşilər bizim şəhərimizi. Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar. Bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox. Ağdam şəhəri nə gündədir? Başqa şəhərlər. Sanki bir vəhşi qəbilə keçib bu torpaqlardan. Hər şey dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməliydik, qayıtmalıydıq, gəlmişik və qayıtmışıq, düşməni qovmuşuq torpaqlarımızdan. Azərbaycan dövlət bayrağını ucaltmışıq. Bundan sonra biz yaşayacağıq bu torpaqda. Necə ki, əsrlər boyu biz yaşamışıq. Bizim xalqımız yaşayıb.